Misalda bir dəfə, yəni OX oxunun üzərində olmasını bilmək üçün Y-ə 0 verməlisiniz. OX oxunun üzərində. Demir, OX və OY oxları ilə kəsişmə. Bax, tutaq ki, bu koordinat müstəvisidir. Bilirsiniz ki, bura Y-dir, Y oxudur, bura X oxudur. Burada X oxunun üzərində olması üçün Y-i 0 olmalıdır. Əgər OX oxunun üzərində olmasını istəyiriksə, Y-i 0 götürməliyik. Bu misalda Y-i 0 götürək bir dəfə. 0 bərabərdir X minus 3-ə. Buradan X-i tapanda 3-ü keçiririk digər tərəfə, olur müsbət 3. Deməli, X-i 3, Y-i 0 oldu. Mürtəzə formasında belə yazılır da. X-i 3, Y-i 0. Birinci X, sonra Y yazılır. Onda OY oxu üzərində olmasını istəyiriksə, nə etmək lazımdır? Yəni, OY oxunun üzərinə düşməsi üçün də bu səfər nəyi 0 götürməliyik? X-i 0 götürməliyik. X-i 0 götürməliyik. İndi də bu misalda, yəni düstur forma budur da, yəni buna əsasən edirik. Bu səfər burada, yəni bu düsturda X-in yerinə 0 yazıb Y-i tapmalıyıq. Y bərabərdir 0 çıxaq 3. Y tapırıq -3. Mürtəzə formasında birinci X-in qiyməti, yəni 0. Bu. Sonra Y-in qiyməti, yəni -3. 0, -3 yazılmalıdır. Onda nöqtələrimiz, yəni OX oxunu 3-0 nöqtəsində, OY oxunu 0-3 nöqtəsində kəsməlidir.